Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq həm MİQ, həm sertifikasiya imtahan mərhələsi yekunlaşıb, növbəti bizi gözləyən vacib mərhələ müsahibə mərhələsidir. Və müsahibə mərhələsində sizə müxtəlif suallar veriləcək, həm psixoloji, həm kurikulum sualları, həm şagird bacarığının qiymətləndirilməsi barədə. Bu gün də bir psixoloji sualın izahına baxacağıq. Və sualın izahına başlamamışdan əvvəl ilk öncə siz bizim kanalımıza abunə olun və sizə müsahibə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Bizim müsahibə dərsimiz açılacaq avqust ayının 15-dən. Avqust ayının 15-dən tam sıfırdan müsahibə qrupumuz açılacaq. Dərslərimiz canlı şəkildə keçirilir. Hər kəsə fərdi yanaşma ilə. Bilirsiniz ki, müsahibədə danışığa, ünsiyyətə fikir verirlər. Və biz də müəllimlərimiz üçün canlı dərs keçirik. Yəni, ümumi birlik katıb özümüz danışmırıq. Hər kəslə fərdi şəkildə məşğul oluruq. Və müsahibəyə gedən zaman bir müəllimdən 3-4 dəfə müsahibə simulyasiyası yaradırıq. Bu nə deməkdir? Yəni, özünü təqdim etmədən, mövzunu təqdim etməyə qədər hər şeyi sizdən soruşuruq. Sanki elə bil müsahibədəsiniz. Və heç bir material almırsınız, heç bir vəsait almırsınız. Bütün vəsaitlər biz tərəfindən sizə göndərilir. Ən əsası, sizin şəxsi kabinetinizə 5 mövzu gələcək. Digər təlimçilər sizə icmal yazılma qaydasını başa saldığı halda, biz 5 icmalın 5-ini də hazırlayıb sizə göndəririk. Yəni, siz bizim müsahibə dərslərimizə qoşulmaqla heç bir vəsait və icmal almadan tam hazır şəkildə müsahibəyə getmiş olursunuz. Və ən əsası bunların hamısı yalnız bir dəfə ödəniş etməklədir. Yalnız bir dəfə ödəniş etməklə siz bizim müsahibə qruplarımıza qoşula bilərsiniz. Daha ətraflı məlumat almaq üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsi ilə yaza bilərsiniz. Zəhmət olmasa kanalımıza da abunə olun. İndi başlayaq sualın izahına. Sualda qeyd olunur ki, sinifdə şagirdlərdən birinin valideyni şagirdin təhsilinə laqeyd yanaşarsa necə reaksiya verərsiniz? Ümumiyyətlə müəllimlər, sizə bir sir deyim ki, əgər sizdə gördünüz ki, negativ bir hal haqqında sual verirlər, suala başlamamışdan əvvəl, misal üçün bu sual. Bu suala başlamamışdan əvvəl qeyd edin ki, ümumiyyətlə, pedaqoji fəaliyyətim dövründə belə bir halla rastlaşmamışam. Əgər belə bir halla rastlaşaramsa, təbii ki, mən bu valideynin bilirik ki, təhsil üçbucağı var. Təhsil üçbucağının bir bucağı da valideyndir. Valideyn də təhsilə cəlb olunmalıdır, əməkdaşlıq eləməlidir. Əgər uşaq, valideyn daha doğrusu, övladı ilə maraqlanmırsa, övladının təhsilinə laqeyd yanaşarsa, təbii ki, mən bu valideynlə təkbətək, səmimi bir şəkildə görüş təyin edərəm, onunla fərdi şəkildə danışaram. Yəni, bu zaman biz valideynə də empatiya göstərməliyik, anladığımızı göstərməliyik. Yəni, valideynlə kobud şəkildə niyə uşağınla məşğul olmursan, niyə uşağınla maraqlanmırsan kimi yox. Yəni, bu valideyni də anladığımızı nümayiş etdirə bilərik. Öz övladının uğuru barədə, başlayıb şagirdin uğursuzluğu barədə yox, şagirdin uğuru barədə, müsbət tərəfləri barədə, yəni söhbətə bu cür başlayaram ki, valideyn daha maraqlı olsun şagirdinə qarşı, məktəbə qarşı. Daha sonra valideynə başlayıram sinifimizdəki fəaliyyətlərlə bağlı məlumat verməyə, övladı ilə bağlı məlumat verməyə və bunu dəfələrlə biz effektiv valideyn-müəllim münasibəti var. Və biz təhsil ilinin əvvəli, dərs ilinin əvvəlində biz valideynlərlə artıq münasibət qurmalıyıq. Nəinki problem yaradanda. Problem olanda da, olmayanda da biz valideynlə münasibət yaratmalıyıq. Yəni, əgər uşaq elə hər hansı bir negativ fəaliyyət göstərəndə yox, uşağın müsbət cəhətində valideynə bildirmək lazımdır və valideynlə münasibətdə israrlı olmaq lazımdır. Necə ki, bu cür şagirdinə qarşı, övladına qarşı laqeyd valideynlər var. Bu valideynlə sən də deməli deyilsən ki, bir dəfə dedim, gəlmədi. Effektiv müəllim-valideyn münasibətində də qeyd olunur ki, müəllim israrlı olmalıdır. Dəfələrlə valideynlə əməkdaşlıq eləməlidir, valideyni deməli təhsilə cəlb eləməlidir, şagirdin fəaliyyətinə maraqlı olmağa cəlb eləməlidir. Əgər belə halla da yanaşaramsa, bu dediklərim kimi valideynlə söhbət eləyərəm, maarifləndirici söhbət eləyərəm, valideyni mühakimə etmərəm, anladığımı nümayiş etdirərəm. İlk öncə uşağının uğurlarından qeyd eləyərəm. Yəni kiçik bir uğuru da olsa, onu qeyd eləyərəm ki, valideyn həvəslənsin, valideynin məktəbə qarşı, sinifə qarşı marağı olsun. Bugünkü sualımızın izahı bu qədər. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr.